Misxeta Mitaneti Polis Departamenti və Baş Prokurorluq 2019-cu il 23 iyunda Ereda kəndində törədilmiş qəsdən adam öldürmə cinayətinin üstünü açıb. Araşdırma göstərib ki, 1991-ci il təvəllüdlü QF mübahisə zamanı 1932-ci il təvəllüdlü MK-ya küt alətlə zorakılıq tətbiq edib. MK aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişibdir. QF hazırda başqa cinayət işi üzrə həbsdədir. İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə aparılır. Həmin maddəyə görə cinayəti törətmiş şəxsə 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ölkə üzrə brakonyerliyə qarşı tədbirlər həyata keçirib. Bu il müxtəlif yerlərdə 32 balıq tələsi və 6700 metrdən çox balıq toru müsadirə olunubdur. Tədbirlər Tbilisi dənizi, Qaradəniz sahili, Tikori kanalı, Jinvali və Sionisu anbarları, həmçinin bir sıra çaylarda həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyi 200-ə yaxın balıq istehsalı müəssisəsini yoxlayıbdır. 9 müəssisədə istehlakçıya məlumat verilməsi qaydası pozulubdur. Sanitar-higiyenik normalara riayət olunmaması, mənşəyi bilinməyən boyalardan istifadə aşkarlanıbdır. 2 müəssisə Tbilisidə ciddi uyğunsuzluqlar səbəbindən bağlanıb və cərimələnibdir. Agentlik bildirir ki, qida boyasının və əlavələrin tam sertifikatı və etiket məlumatı göstərilməlidir. Maliyyə Nazirliyinin İstintaq Xidməti Tbilisi servisinin əməkdaşını küçə ticarətçilərdən rüşvət almaqda ittiham edərək saxlayıbdır. İstintaqa görə o, Qıldani rayonunda Axmeteli metrosu yaxınlığında ticarətçilərdən hər iki tərəfdən 3000 lar tələb edibdir. Bunun qarşılığında isə onların əvvəlcədən yoxlanmalar barədə xəbərdar edəcəyini, cərimələrdən qoruyacağını və müsadirə olmuş malları qaytarılmasına kömək edəcəyini vəd edib. İstintaq orqanı cinayəti təsdiqləyən audio-video yazılar əldə edib. Şübhəli şəxs pulu aldığı anda saxlanılıb və nəqd pul maddi sübut kimi götürülübdür. Saxlanılan şəxs Tbilisi Servis Qrupun Daxili Nəzarət Departamentində baş mütəxəssis işləyirmiş. Cinayət sübuta yetirilərsə, o 6 aydan 9 ilədək həbs cəzası ala bilər.